Salam, mən Gülnar. YouTube kanalıma xoş gəlmisiniz. Bu kanalda sizinlə öz həyat təcrübələrimə əsaslanaraq şəxsi inkişaf, karyera və həyatda öz yolumuzu tapmaq haqqında danışacağıq. İlk videomda İstanbula tək başıma köçməyimlə bağlı danışacağım. Narahat olmayın, bu negativ bir video deyil, nə də bir uğur hekayəsi deyil. Bu sadəcə başımdan keçənlərin həqiqi hekayəsidir. Videomun ilk alt başlığı niyə başqa yerə köçmək istəməyimlə bağlıdır. Mən Azərbaycanın müxtəlif köşələrində yaşamışam. Şəki, Zaqatala, Göyçay, Xudad. Universitetə daxil olduqdan sonra isə Bakıya köçdüm. Bakıda oxudum, işlədim. Bir müddət sonra isə hiss etdim ki, mən bu şəhərdə boğuluram. Eyni həyat, eyni düşüncə, müəyyən çərçivələr. Mən dəyişmək istirdim, amma qaçmaq üçün yox, özümü tapmaq üçün. Əminəm ki, sizlər də mənim kimi hiss edirsiniz. İçimdə bir səs var idi ki, burada qalsam böyüyə bilməyəcəm, inkişaf edə bilməyəcəm. Azərbaycan mentalitetini pisləmək üçün demirəm. Mən Azərbaycanı çox sevirəm. Amma qadın olaraq bir yerdən sonra sıxıldığımı, nə etsəm, hansı seçimlə həyatıma davam etmək istəsəm, onu müəyyən bir çərçivədə etməli olduğumu bilirdim. Və mən artıq öz qərarlarımı izah etmək istəmirdim, sadəcə yaşamaq istirdim. Mən həmişə istəyirdim ki, daha geniş düşünüm və bunun üçün ətrafımdakı insanları çox diqqətlə seçirdim. Lokal deyil, qlobal mühitdə olmaq, qlobal arenada çalışmaq, qlobal şirkətlərdə olmaq mənim ən böyük arzularımdan biri idi. Xüsusilə Amerika və Avropa şirkətlərində öz sahəm üzrə çalışmağı çox istəyirdim. Lakin heç də hər zaman arzularımız bizim istəyimiz kimi həyata keçmir. İçimdəki bu istək məni arxadan itələyirdi ki, mən nəyisə üçün çalışım və bir addım atım. Elə bu addım da məni bura, İstanbula gətirdi. Fikirləşirəm ki, mənim atdığım bu addım elə mənim böyük xəyallarımın bir başlanğıcı idi. Mən nə qədər istəsəm də daha yaxşı ölkələrə gedim, daha yaxşı yerlərdə çalışım. Həmin vaxt mənim imkanlarım əl vermirdi bunu etməyə və mənim üçün ən ideal seçim İstanbul idi. Elə məhz buna görə də buranı seçdim, bura gəldim. Eyni zamanda mən universiteti, bakalavr təhsilimi bitirdikdən sonra bir il İstanbulda magistr təhsili almışdım və təhsilimi dondurmağa məcbur qalmışdım. Azərbaycana qayıtdım, bir il orada yaşadım. Daha sonrasında yenidən təhsilim üçün geri döndüm. Eyni zamanda fikirləşirdim ki, bəlkə bir iş də taparam. Mən oktyabrın 1-i üçün öz biletimi artıq almışdım. Və bu tarixə qədər özümə söz verdim ki, mən dayanmadan iş müraciətləri edəcəm. Hər gün bəlkə 50-60 iş müraciət edirdim və çoxsundan rədd cavabı alırdım. Ya da bəziləri geri dönüş edirdi, mən İstanbulda olmadığım üçün görüşməyə gedə bilmirdim. Lakin bir şirkət nəhayət qəbul etdi ki, mən onlayn şəkildə onlarla görüşüm. Bizim 4 görüşümüz oldu və mən hər birindən uğurla keçdim. Düzünü desəm, mən heç vaxt pul yığa bilən biri olmamışam. Və elə İstanbula gələndə də mənim cibimdə o qədər də böyük bir məbləğ yox idi. Son maaşımla gəlmişdim bura. Əlbəttə, həmin ərəfədə mən bunları heç kimlə paylaşa bilmirdim. Çünki ətrafımdakı insanlar mənə nə qədər dəstək olacaq, ailəm buna necə reaksiya verəcək, heç bir haqqında bir məlumatım yox idi. Və istəyirdim ki, hər şeyi tək başıma özüm həll edim, daha sonra bunları yaxınlarımla paylaşım. Bu nə qədər yaxşı bir xarakter olmasa da, mənim belə bir xarakterim var ki, ətrafımdakı yaxınlarımın düşüncələri mənə çox tez təsir eləyir və onların hər hansı bir negativ düşüncəsi, negativ deyərkən, yəni bəlkə olmasa, sənin B planın nədir kimi düşüncələri məni narahat eləyir və mən fikirləşirəm ki, bu narahatçılıqdan dolayı mən bəlkə də uğurlu olacaqdım, amma ola bilmədim. Bu, mən fikirləşirəm ki, çox da düzgün bir düşüncə tərzi deyil. Yenə də bunu sizinlə paylaşmaq istədim. Bəlkə sizdə də var belə düşüncə tərzinə sahib olanlar. Mən bu işdən pozitiv nəticə aldıqdan sonra başladım hazırlaşmağa. Öz bilet tariximi dəyişdirdim, erkənə çəkdim. Avqustun 29-u ya da 27-si gəldim, səhv etmirəmsə. Sənədlərimi hazırladım. Mamam sağ olsun, mənim üçün 3 aylıq ərzaq hazırladı. Kotlet, dolma, mən onları 3 ay buzluqda saxlayaraq yedim. Son 2 həftə qala özümə qalmaq üçün yer tapdım. Çünki heç cürə ürəyimə yatan bir yer tapa bilmirdim və düzünü desəm, büdcəmə də uyğun yerlər çox az idi. Nəhayət bir xanımla anlaşdım və 4 otaqlı evdə bir otağını kirayə elədim. Hansı ki, o bir otaqda da mənim yanımda bir xanım daha yaşayacaqdı.
Eyni zamanda bu otağın qapısı yox idi. Və bütün qızlar mənim otağımda öz paltarlarını qurudurdular. Mənim otağımda öz paltarlarını ütülürdülər. Yəni bu o deməkdir ki, tez-tez kimsə məni narahat eləyəcək. Bütün bunlara rəğmən mən razılaşdım, çünki başqa variantım yox idi. İstəyirdim ki, tez bir zamanda bu ev məsələsi həll olsun və mənim artıq içim rahat olsun. Təsəvvür edin ki, mən o qədər stres yaşamışdım bu müddət ərzində. İstanbula getməyə bir həftə qala, o bir həftənin içində mən düz 5 kilo arıqladım. Nəhayət mən bütün o köçmə prosesini həll etdim, hər şeyimi hazırladım və uçuş günüm gəlib çatdı. Gecə uçurdum, təxminən səhər 7 kimi İstanbula çatacaqdım və bütün gecə yatmamışdım həyəcandan. Yerdən düşdüm. Öz hazırladığım 25 kiloluq çamadanım və 10 kiloluq sırt çantamla evimin yolunu tutdum. Evdə heç kim yox idi, bütün qızlar işdə ya da dərsdə idi və mənim üçün qapıya bir açar qoymuşdular. Hansı ki, mən o açarla özüm tək girəcəkdim evə. Açar aldım, qapını açdım, otağıma girdim və dediyim kimi otağımın qapısı yox idi. Açığı biraz da qorxurdum əlbəttə ki. Mən narahat idim, çünki o xanımların heç birini tanımırdım. Çox yorğun olduğum üçün bir neçə əşyamı qoyub dincəldim. Daha sonra çıxıb ətrafa biraz baxdım, nə var, nə yox deyə. Ehtiyacım olan bir neçə şeyi aldım. Daha sonra evə gəlib yatdım. Hətta o qədər yorğun idim ki, telefonumu səssizə alıb yatdım. Heç mamamla da danışmadım. Səhər oyandım, evdəki qızlar məni səhər yeməyinə dəvət elədilər. Öz yeməklərindən mənimlə paylaşdılar. Və türklərin çox qəribə səhər yeməkləri var. Bibər qızartması, kartof qızartması, qəribə turşular və s. Hamısı çox yaxşı qızlar idi və hətta bəziləri ilə hələ də öz dostluq münasibətlərimi davam etdirirəm. İstəyirəm biraz da sizinlə ilk iş günümdən danışım. Necə keçdi, nələr oldu? Deməli, mən ilk iş günümdə nə geyinəcəyimi heç özüm də bilmirdim. Çünki tanış olduğum xanım profil şəklinə çox gözəl bir şəkli qoymuşdu. Hansı ki, o hündürdaban ayaqqabıdaydı, çox elegant bir geyimdə idi. Mən fikirləşdim ki, görürsən, bura belə bir yerdir. Hər kəs ofisdə belə geyinir. Uzun-uzun düşündükdən sonra qərar verdim ki, mən bu tərzdə yox, daha sadə və günlük bir seçim edəcəm. Və belə də etdim. Ofisə getdiyim ilk gün açıq çox təəccübləndim. Çünki ofis bildiyimiz bir iş yeri binasında yox, 2 mərtəbəli həyət evi idi. İlk başda çox təəccüblənməyimə baxmayaraq, sonradan ofisi çox sevdim. Hətta biz bütün yayı həyətdə işləyirik, yaşıllıqda. Bu mamamın da ən çox sevdiyi şeydir. Fikirləşirəm ki, Türkiyə, İstanbul nə qədər də xaric olmasa, bizim üçün qardaş ölkə kimi olsa, mədəniyyətlərimiz yaxın olsa belə, çox böyük fərqlər var arada. Və deyə bilərəm ki, çox professional bir iş mühitim var idi. İşlə bağlı, öz sahəmlə bağlı, peşəmlə bağlı çox yaxşı şeylər öyrəndim. Bundan əlavə, əlbəttə ki, mən burada çətinliklər də yaşadım. İşdə ağladığım vaxtlar da oldu. Bacarmadığım zamanlarda oldu. Amma yenə də buradayam. Hələ də mübarizə aparmağa davam edirəm. Və buna görə özümlə çox qürur duyuram. Mən əminəm ki, bir gün sizlərdən biri də başqa bir ölkəyə köçsə, orada öz həyatını yenidən qursa, yeni bir işə başlasa və əlbəttə bunu öz xəyalları üçün, öz istəkləri, arzuları üçün etsə, o da bütün çətinliklərə rəğmən mübarizə etməyə davam edəcək. İstəyirəm biraz sizinlə İstanbulda yaşadığım pozitiv və negativ şeylər də paylaşam. Bunları paylaşmasam, fikirləşirəm ki, bu videonu çəkməkdə heç bir məqsədim olmazdı. Boşa çəkmiş olardım bu videonu. Pozitiv onu deyə bilərəm ki, mən burada həqiqətən çox xoşbəxtəm. Bütün o İstanbulun kaosuna, burada yaşanan o siyasi, iqtisadi məsələlərə baxmayaraq, mən həqiqətən öz xoşbəxtliyimi tapa bilmişəm. Çünki mən öz qərarlarımdan özüm məsuliyyət daşıyıram və qərarlarımı sadəcə öz çərçivəmə görə formalaşdırıram. Öz addımlarımı özüm üçün atıram. Əlbəttə ki, mən hər zaman ailəmi düşünərək addım atıram. Amma burada mənim, necə deyim, öncəliyim özüməm. Yeni fərqli ölkə, heç kəşf etmədiyim küçələr, tanımadığım insanlar, professional iş mühitləri,
Bunlar məni çox xoşbəxt hiss etdirir. Yeni nələrsə tapmaq, kəşf etmək, yeni insanlarla tanış olmaq, onların həyatı ilə maraqlanmaq, ki onlar necə yaşayırlar, onların ölkələrində vəziyyət necədir. Bütün bunlar məni xoşbəxt edən şeylərdir. Əlbəttə ki, bunların arxasında negativ şey odur ki, mən burada təkəm. Bəlkə də Azərbaycanda olanda bunun fərqinə varmırıq. Amma fikirləşirəm ki, oradan kənara çıxdıqda hər birimiz anlayırıq ki, bu nə deməkdir? Əsl yaxınlıq nədir? Əsl dostluq nədir? Ailə bağları nədir? Mənim buradakı ən böyük çətinliyim tək qalmağım idi. Çox uzun bir müddət tək qaldım. Baxmayaraq ki, mənim otaq yoldaşlarım var idi, iş yoldaşlarım var idi. Davamlı yeni insanlarla tanış olurdum. Yenə də onlarla həqiqi bağ qura bildiyimi hiss etmirdim. Və fikirləşirdim ki, yəqin ki, hər kəs də belədir və biz böyüdükcə artıq dostluqlarımız çıxar münasibətlərinə çevrilir. Xoşbəxtlikdən bir neçə ay bundan əvvəl çox yaxın dostlarımdan biri İstanbula səyahət elədi. Bundan əlavə isə köhnə iş yoldaşlarımdan birisi İstanbula köçdü. Və mən artıq sıx-sıx onunla görüşürəm. Öz millətindən, öz vətənindən olan biri ilə əylənməyin həzzi həqiqətən də başqadır. Məni səhv başa düşməyin. Mən heç kimə demirəm ki, siz getdiyiniz ölkələrdə öz millətinizdən başqa insanlarla tanış olsanız xoşbəxt olmayacaqsınız. Yox, pis hisslər keçirəcəksiniz. Əsla bunu demirəm. Mənim burada türk dostlarım da var. Sadəcə mən bunu izah etməyə çalışıram ki, mən öz həyatımda bunun fərqini gördüm. Hansı dostlarımı ki, mən uşaqlıqdan qazanmışam, hansılar ki, mənə sonradan gəlib, xarici ölkədə gəlib, onlar mənim üçün eyni tərəziyə qoyula bilməz. Bəlkə də bu təcrübə sizin üçün fərqli olacaq. Siz çox yaxşı dostlar tapacaqsınız. Bəlkə də siz həyatınızdakı ən yaxşı dostu tapacaqsınız. Ona görə mən fikirləşirəm ki, məhz bu məsələlərdə heç kimin tövsiyəsinə, heç kimin yolu ilə irəliləməyin, öz yolunuzu tapın. Özünüz təcrübə edin ki, sizin üçün hansı yaxşıdır. Sizinlə belə bir şey də bölüşüm ki, burada insanlar mənim Azərbaycanlı olduğuma inanmırlar. Onlar mən nə vaxt desəm ki, mən Azərbaycanlıyam, deyirlər ki, göstər şəxsiyyət vəsiqəni, baxaq. Çünki mənim aksentimdə heç bir fərq yoxdur. Əsl türklər necə danışırsa, mən də elə danışıram. Və bunu necə qazanmışam, onu sizlərlə paylaşam. Mən ilk gəldiyim zamanlarda heç ailəmlə belə çox danışmırdım ki, Azərbaycan dilinə az məruz qalım və mənim bütün həyatım türk dilindən ibarət olsun ki, mənim aksentimdə heç bir fərq olmasın. Çünki bu mənim işimdə də çox böyük əhəmiyyət daşıyır. Və çalışırdım ki, Azərbaycanlılarla yox, məhz türklərlə əhatələnim. Türk dostlarım olsun ətrafımda. Hər hansı bir, etkinlik olanda onlarla vaxt keçirdim. Və bu mənim dilimin inkişafına çox böyük kömək olub. Ona görə mən fikirləşirəm ki, biz hər hansı bir dili öyrənəndə çalışmalıyıq ki, həmin ölkədən özümüzə dostlar edinək, həmin ölkədə ən azından 1-2 ay yaşamağa çalışaq. Bu tələbələr üçün work and travel ola bilər, hər hansı Erasmus proqramları ola bilər və ya siz 1-2 aylıq və ya bir neçə həftəlik seminarlara gedə bilərsiniz. Son olaraq demək istəyirəm ki, bu 1 il yarımlıq müddət mənim üçün heç də asan olmadı. Hətta bu videonu çəkmək belə mənim ağlımda bütün o xatirələri canlandırdı. Bütün çəkdiyim əziyyətləri, həmçinin xoş anları. Lakin heç bir üçün peşman deyiləm. Əksinə, yaxşı ki etmişəm deyirəm. Yaxşı ki bu videonu çəkmişəm. İçinizdən ən azından birinə öz yolunda işıq ola bildimsə, nə xoş mənə. Videomu izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Öz suallarınızı ya da fikirlərinizi rəy bölməsində mənimlə paylaşa bilərsiniz. Hələlik!